Bəs bağlayıcı sözdən başqa digər bir əsas bağlayıcı vasitələrdən biri var. Sağ üstə gəl da. Sağ üstə gəl da'dakı o da nədir normalda? Ədat. Ədat. Bəli, sağ üstə gəl da ədatıdır. Düzdür, bu ədatın klassik tərifi ilə uyuşmur. Normalda biz deyirik ki, ədatı cümlədən çıxaranda məna dəyişmir, sadəcə zəifləyir. Amma bu cür bağlayıcı vasitə kimi iştirak edəndə da ədatı və belə ədatı, biz onu çıxaranda məna dəyişir. Bəli, hazırda qarşılaşdırma məzmunu varsa, danı çıxaranda olur şərt məzmunu. Məsələn, yağış yağsa da gəl. Amma danı çıxaranda belə olur. Yağış yağsa gəl, yağmasa gəlmə. Amma yağış yağsa da gəl, o demək ki, yəni gəl də hər bir halda gəl. Ona görə də bu sual bizə başqa cürdür. Məsələn, belə düşə bilər ki, mənim öz testlərimdə də görəcəksiniz, ümumi sınaqlarda olmalıdır. Tutaq ki, müəllim dedi ki, belə nümunələr var çoxlu. Müəllim dedi ki, ədatı cümlədən çıxanda məna dəyişir. Hansı nümunəni müəllimin fikrinə əks arqument kimi göstərmək olar? Deməli, siz elə bir cümlə deməlisiniz ki, oradakı ədatı çıxanda məna dəyişsin. Müəllimin dediyi nümunə düz olmasın. Müəllim o istisnadır deməmiş, siz o deməlisiniz ki, axı belə bir hal var. Deməli, burada da ədatından və belə ədatından söhbət gedir. Yaxşı. Bir də o m ədatı ilə bağlı bir istisnamız var idi. Nə idi o m ədatı ilə bağlı? Normalda sual yaradır, amma tabiri mürəkkəb cümlədə necə çıxış edir? Sual yaratmırdı. Aha, sual yaratmır və bağlayıcı vasitə kimi çıxış edir. Anda mənasında olur, doğrudur. Və ümumiyyətlə tabiri mürəkkəb cümlədə m varsa, deməli, o bağlayıcı vasitədir. Belə bir iddia eləyə bilərikmi? Xeyr. Doğrudur. Eləyə bilmərik. Məsələn, belə bir sual düşmüşdü imtahanda. Bilirsənmi mən kiməm? Axırda Bəxtiyar da var idi deyəsən. Bilirsənmi mən kiməm? Buradakı mi heç? Bu normal sual yaradır. Amma o məşhur nümunə var ha. Yağış yağdı mı? Hər yer palçıq olacaq. Buradakı mi anda mənasındadır və indi burada bir dənə məsələ var. Bu sual əvəzlərində dediyimiz kimi tutaq ki, belə bir cümlə verilib bizə tutaq ki, yağış yağdı mı hər yer palçıq olacaq, axırda da sual işarəsi. Deyə bilərik burada sual ədatı sual yaranmasında iştirak edib. Xeyr, deyə bilmərik. Çünki burada intonasiya ilə yaranır. Bəli.